Salam, xoş gördük sizi əziz müdavimlər. Bugün Məhəmməd Füzulinin Leyli və Məcnun əsərinin təhlilini verəcəm. Deməli, bilirik ki, Leyli və Məcnun poeması 1537-ci ildə qələmə alınmışdır. Əruz vəzninin Həzəc bəhrindədir və bu ilk Azərbaycan dilində yazılandımı? Xeyr. Bundan qabaq da 1525-ci ildə Həqiri Təbrizi Azərbaycan dilində qələmə almışdır. Yəni Leyli Məcnun əsəri çoxdur, lakin ən mükəmməl şəkildə qəzəllərdən geniş istifadə olunaraq ən gözəl Leyli Məcnun Azərbaycan dilində yazılan Məhəmməd Füzulinin Leyli və Məcnun əsəridir. Deməli, mən burada kitabda olmayan məqamları qeyd eləmişik. Yəni, bu ətrafda danışacağıq. Kitabdakiləri zaten bilirsiniz. Kitabda olmayan, miqə düşən və eyni zamanda 3-cü blok imtahanda, 3-cü qrupların blok imtahanında istifadə olunan hissələri izahın verəcəm. Deməli, kitabın yazılma səbəbi Saqiyə müraciətlə başlayır. Bir məclisdə olduğunu qeyd edir. Məclis xoşbəxtlik bəxş edən məclis olur. Həmin məclisdə Rum zərfləri də olur. Kim? Rum zərfləri. Bu hissədə şair Rumlular türklərdir. Həm elmdə seçilənlər, həm də gözəl söz söyləyənlər kimi təqdim edir. Onları Şeyx Əhmədlə müqayisə edir və deyir ki, Rumlular ilk sözü ondan da əvvəl söyləyiblər. Deməli, kimlə müqayisə edir? Şeyx Əhmədlə. Rumlular Cəlilini, Nizamini tərif eləmişlər. Kimi? Cəlilini, Nizamini. Şair məclisdə sərxoş olub özü ilə lovğalanır, gözəl sözlər söyləyir. Rumlular şairi söz sərrafı adlandırırlar. Rumlular şairi nə adlandırdı? Söz sərrafı. Onların şairə təklifi. Fars dilində Leyli Məcnun çoxdur. Orada var, deyir, əcəmdə, əcəm fars deməkdir, əcəm. Əcəmdədir Leyli Məcnun çoxdur, ancaq türkcə yoxdur. Bu dastanı yeniləyib türkcə yaz deyirlər. Şair bu təklifi imtahan kimi, can bəlası kimi qiymətləndirir. Çünki əhvalatın sevdası uzun, bəhri qısadır. O bu əhvalatın əvvəli qəm, sonu bəla ilə bitən müsibət adlandırır. Burada Nizamini xatırlayır. Biz bilirik ki, Nizami də Leyli Məcnunu yazıb, lakin fars dilində. Rumluların təklifi qəfil baş verir. Şair bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirir. Bu səfərdə ona dərdə, qəmə, möhnətə düşənlər, bunlara dözənlər yol yoldaşı olacaq. Şairlərə etibar etmədiyini bildirir. Bəxtinə müraciət edərək ona vəfasızlıq etməməyi istəyir. Sonra gəlir Məcnunun. Deməli, Məcnunun adı Qeysdir. Yəni, daha sonra ona Məcnun adı verilir. Deməli, Qeysin anadan olması. Hadisəni Səxavət bağının hekayət danışanı nəql edir. Övladı olmayan qəbilə başçısı var idi. O gah Bağdadda, gah da Bəsrədə qərar tutardı. Getdiyi yerlərdə qara çadırlar qurar, cəmaata kömək edərdi. Qurduğu çadırlar Qədir gecələrinə bənzədilir. Həmin qəbilə başçısının xələfi yox idi, yəni övladı yox idi. Həmin qəbilə başçısı övladı olsun deyə çoxlu nəzir niyaz edir və nəhayət Allah ona inayət göstərir və övladı dünyaya gəlir. Günəş camallı, dünyanı ay kimi bəzəyən, bax burada təşbihlərdən istifadə olunub, oğul övladı doğulur, uşağın valideynləri şükranlıq üçün çoxlu nəzir niyaz paylayırlar, uşaq zəkalıların zəkalısı, ağıllı, uşaqlıqdan İsa tək kamil insan. Dəhnamə və Güşqıl əsərlərində də İsa Peyğəmbərin adı çəkilir. Hansılarda? Deməli, Leyli Məcnunda İsa tək kamil, İsa Peyğəmbərin adı var. Dəhnamədə də var bu və Güşqıl əsərlərində də. İsa Peyğəmbərin adı çəkilir. Uşaq ana bətnindən çıxan kimi özünün sonraki halını bilib fəğana düşür. Həyatının son gününü indidən bilib göz yaşı tökərək fəryad edir. Müəllifə görə uşaq güya düşünür ki, vücud qəmdən ibarətdir. Azad olanlara bu dünyada yer yoxdur. Kim ki bu dünyada həbs olur, o adam daimi qəm çəkməyə səbr etməlidir. Uşaq sanki dünyaya müraciət edərək deyir ki, bildin qəmin
Bildim qəmin çoxdur və qəm çəkməyə hərif adamın yoxdur. Mən dünyaya gəldim ki, qəmin hərifi olum. Dayəsi onu göz yaşı ilə yuyur, pak edib qüsul verir. Süd əvəzinə sanki ciyərindən qan verir. Adını Qeys qoyurlar. Dayəsi ona xüsusi qulluq göstərir. Camala yetişməsi üçün gözəl tərbiyə verir. Buna baxmayaraq uşaq daim nalə eləyir. Çünki xoşbəxt deyildi. Bir gün dayə uşağı qucağına götürüb gəzdirir ki, ağlamağına çarə tapsın. Bir evdə pəri kimi bir qız uşağı görüb ürəyi ağrıyır. Onu qucağına alıb sakitləşdirmək istəyir. Uşaq qızı görən kimi sakitləşir, onun qucağında şad olur. Qucağından yerə düşən kimi yenə qəmə düçar olurdu. Dayə bunu görüb həmin qızı Qeysə yaxın qılır, yəni uşağa dost edir. Uşaq qıza alışır, Füzuli bunun səbəbini uşağın zatında məhəbbətlə bağlayır. Bədəni məhəbbətdən yoğrulmuşdu. Ona görə də uşaq qadının o gözəlliyi qarşısında susmuşdu. Dayə uşağı tamamilə həmin qıza verir və uşaq günü-gündən kamala dolub yetkinləşir. Balaca ay bədirlənmiş aya çevrilir, artıq 10 yaşına çatır. Uşağa sünnət edirlər və həmin zaman o qədər nəzir niyaz paylayırlar ki, varlı və kasıb arasında fərq qalmır. Artıq məktəbə gedirlər, Məcnunun Leylini məktəbdə görməsi. Qeys artıq məktəbə gedir, məktəbdə oğlanlarla qızlar bir yerdə oxuyurlar. Bir sırada qızlar, bir sırada oğlanlar oturur. Şair qızları cənnətdəki hurilərə, oğlanları isə qılmanlara bənzədir. Deməli, qızlar hurilərə bənzədir, oğlanlar qılmanlara. Məktəbdə pəri kimi bir qız Qeyslə məhəbbətin bünövrəsini qoyur. Qız şahbaz bağışlı, ahı gözlü, şirin hərəkətli, şəhd sözlü kimi təqdim olunur. Hamısı bunlar epitetdir. Şahbaz baxışlı, ahı gözlü, şirin hərəkətli epitetlər. Nazlı qəmzəli qız idi. Bütün aləmlərin məhbubəsi idi. Adı isə Leyli idi. Qeys qıza aşiq olur, həlak olur. Yəni burada da bədii ifadə vasitəsi olan mübaliğə var. Qız da Qeysi görüb özünü itirir. Yenə mübaliğə var. Qeysə aşiq olur. Və bu xəbər bilirik ki, sonradan aləmə yayılır, gəlir, Leylinin anasına da çatır və anası Leyliyə nəsiyyət edir. Və Leylinin anası bu məsələdən agah olandan sonra yasa batır. Çünki o dövrdə bilirik ki, yəni bu qəbul olunmaz idi. Qızına nəsiyyət edir. Nələr deyir qızına? Kitabda var bu məqamlar. Təmkinini dəliliyə dəyişmə, qızsan, ucuz olma, qədrini bil. Hər gördüyün surətə əks kimi baxma, su kimi axma. Mey damağa səfa versə də, axdığına görə ayaq altına düşür. Güzgü kimi qatı üzlü, nərgiz kimi süzgün gözlü olma. Özünü gəlincik kimi bəzəmə. Kölgə kimi hər yerə üst tutma. Heç kimlə dost olma, oturub durma. Oğlan aşiq olsa eyib deyil. Lakin bu iş qıza layiq deyil. Biz aləm içində şöhrətli adamlarıq. Adımız, sanımız var. Bizim adımızı batırma. Atan eşitsə, sənə siyasət etsə, cəzalandırsa nə edərsən? Tez məktəbi tərk elə, oxuduğun artıq sənə bəsdir. Qələmi unut, iynə tutmaq öyrən. Ananın nəsiyyətidir bu. Büt kim ol deyir, sənəm kimi evdə ol, xoş o adamların halına ki, qızını həmişə gizlədir. Ən yaxşısı budur ki, qızlar gizli saxlanırlar. Və qızına da ey şux deyir. Yəni ey şux, ey gözəl, ey iki gözüm deyə müraciət edir. Aha. Poemanın sujetə qədər olan hissəsinə daxildir. Dibaçə var burada. Dibaçə bilirik ki, nəsrlə yazılır. Deməli, 3 rübaidən tövhid, minacat, nət, Peyğəmbərin dəftərinin vəsfi, Peyğəmbərlərin dəftərinin vəsfi, Mərac gecəsi haqqında qəsidə, Məhəmməd Peyğəmbər haqqında və yaxud Saqi namə. Yəni, bu poemanın sujetinə qədər olan hissəsinə daxildir. Əsər Saqiyə, deməli, Nizamidə müğənniyə müraciəti idi, yəni müraciətlə başlayır. Yuxarıda sadaladığımız hissələrdən sonra əsrin padişahının tərifinin müqəddiməsi hissəsi gəlir.
deməli, yuxarıda sadaladığımız hissələrdən sonra, yəni bu Tövhid, Minacat, Dibaçə, Mərac gecəsi haqqında, Saqinamədən sonra nə gəlir? Əsrin padişahının tərifi gəlir. Və şair əsərin bu hissəsində Sultan Süleymandan danışır, Osmanlı sultanı və onu əsrin padişahı adlandırır. Daha sonraki isə kitabın yazılma səbəbi gəlir. Dərslikdə var bu hissələr. Bu hadisədən sonra müəllif hökmdar və veysin tərifini verir. Arzusu o olur ki, yazdığı bu əsərlə həm veysin, həm də Füzulinin adı daim zikr olunsun. Daha sonra Qeysin anadan olma hissəsi gəlir. Daha sonra Məcnun Leylini məktəbdə görməsi hissəsi gəlir. Və sonra Məcnunun və Leylinin tərif olunduğu hissə başlayır. Onların necə dərd çəkmələri, necə sevmələri verilir. Onlar bir-birinə elə bağlanırlar ki, sanki iki bədəndə bir can olurlar. Kim Leyliyə bir sual vermək istəsə, cavabı Məcnundan, Məcnuna sual vermək istəyənin cavabı isə Leylidən gəlirdi. Məktəbdə Məcnuna xət çəkilmək tapşırılsa, o Leylinin qaşlarını çəkirdi. Leylinin oxuduğu kitab isə Məcnunun üzü olurdu. Onlar bir-birlərinin halını üzlərinə baxmaqla bilirdilər. Qeys hərdən bir bəhanə ilə könlünü şadlandırırdı, dərsi oxumadığını deyib Leylidən kömək istəyirdi. Yaxud lövhəyə yazı yazanda bilərəkdən səhv yazırdı ki, Leyli gülümsəyib onun səhvini başa salsın. Sinifdə hamı bir-birinə qarışanda fürsət tapıb söhbət edirdilər. Qeys kitabını qəsdlə itirir və bu bəhanə ilə Leyli gilə gedib kitabını ondan soruşurdu. Qeys məktəbdə 2 hərf öyrənmişdi, lam və ya. Leylinin adını yazmaq üçün lazım idi bunlar, lam və ya. Muradının bu 2 hərf olduğunu da bildirirdi. Sonra anasının Leyliyə nəsihəti hissəsi bir iki dərslikdə var. Daha sonra inkar ilə Leylinin anasına cavab verməsi və məktəbdən çıxıb məşəqqətli sarayına girdiyi hissə başlayır. Leyli anasının sözlərinə cavab verir. O sevgisini danır, yəni demir. Məşuqə aşiq eşq sözlərini bilmədiyini söyləyir. Yəni o dövrdə heç qızın bunu söyləməyə haqqı belə yox idi. O da elə dövrün adət-ənənəsinə görə danır, yəni anasına demir. Anasından bu sözlərinin mənasını ona izah etməsini istəyir. Anası deyir, gah məktəbə get, gah da məktəbə getmə deyirsən. Mən hansı sözünə inanım bilmirəm. Bunu Leyli deyir anasına. Bu sözləri eşidən ana Leyliyə inanır və sevinir. Bundan sonra Leyli artıq məktəbi tərk eləyir. Sonra Leylinin dilindən qəzəl verilir. Fələk ayırdı məni cövlü ilə cananımdan. Bu qəzəldə yeldən istəyi olur ki, yəni yel küləkdən ona Məcnundan xəbər gətirsin. Məcnunun halı hissəsi başlayır. Söz Gülzarının bağbanı söhbəti elə davam etdirir ki, Qeys həmişəki kimi sevinə-sevinə məktəbə gedir, düşünür Leylini görəcək. Ancaq cananının məktəbdə olmadığını görür. Cənnət var, amma huri gəlməyib. Gün çıxıb ancaq işığı yoxdur. Bunu görən Qeysin qəddi əlif halından ləm halına keçir, onun əzabları başlayır. Məcnunun dilindən burada qəzəl verilir. Ey xoş o günlər ki, mən həmsaz idim cananı ilə. Məcnunun gəzərkən Leyliyə rast gəlməsi hissəsi gəlir. Bahar fəslində Qeys bir neçə vəfalı dostu ilə bərabər, dostlar da ona təsəlli vermək istəyirdi, gəzintiyə çıxırlar. Leyli də həmin vaxt öz rəfiqələri ilə gəzintiyə çıxır. Onlar təsadüfən qarşılaşırlar. Məcnun Leylini, Leyli də Məcnunu görən kimi huşunu itirir. Rəfiqələri Leylinin üzünə gül suyu tökərək onu ayıldırlar və ona deyirlər ki, bu yaxşı hal deyil, buradan gedək. Atan, anan da eşidər, yaxşı olmaz. Onlar Leylini aparırlar, Məcnun ayılanda görür ki, Leyli yoxdur. O dostlarına tapşırır ki, atam sizdən məni soruşsa deyərsiniz ki, əyin başını yox elədi. Zaman onun bəxtini qaraltdı. Mənə görə Tanrıdan dad eləməsin. Bundan sonra evə gedə bilməyəcəyəm. Yenə qəzəl verilir. Hansı qəzəldir? Fəzai eşq üçün gördüm. Məcnun atasının vəziyyətdən xəbərdar olması hissəsi gəlir. Qeysin evə gəlməməsi xəbərini atasına verirlər. Və bu xəbərdən nalə edən ata səhralara üz tutur.
O oğlunu səhrada özündən xəbərsiz yerə sərilmiş, başı torpaqlı, sinəsi yaralanmış, gül üzü solmuş, şümşad boyu qarğıya dönmüş halda tapır və oğlunun bu halına çox üzülür. Oğlundan bu halının səbəbini soruşur. Qeys isə cavabında deyir: "Sən mənə Leylidən qeyri söz demə. Deyəcəksənsə sus danışma." Ata Qeysi aldadaraq deyir ki, Leyli bizə qonaq gəlibdir və onu evə aparır. Məcnunun anasının ona öyüd verməsi hissəsi gəlir. Burada ana oğlunun vəziyyətini görüb ona öyüd nəsihət verir. Əgər evlənmək istəyirsənsə, qəbiləmizdə çoxlu qız var. Hansını istəyirsən, seç, səni evləndirək. Nə bizə, nə də özünə əziyyət eləmə. Qəzəl verilir. Can vermə qəmi eşqə ki, eşq afəti candır. Gər dersə Füzuli ki, gözəllərdə vəfa var. Aldanma, şair sözü əlbət ki, yalandır. Məcnunun nəsihətə yetməyi hissəsi başlayır. O anasına cavab verir ki, Xosrov deyiləm ki, mənə dilbər gah şah şirin ola, gah şəkər. Yəni, mən belə Xosrov kimi deyiləm. Sonda yenə qəzəl verilir. Məcnunun atasının Leyliyə elçilik hissəsi başlayır. Qeysin atası oğlunun aşiqli xəbərini eşidib elçiliyə gedir. Yəni, bir qəbilə başçısı digər qəbilə başçısının evinə elçiliyə gedir. Bundan xəbər tutan Leylinin atası tez hazırlıq işləri başladır. Onları xoş qarşılayıb süfrə açdırır. Nəhayət Məcnunun atası gəlmə səbəbini söylər. Leylinin atası ona cavab verir. Sənlə qohum olmaq mənə şərəf olar. Lakin Məcnun deyə tən edir xəlayiq. Məcnuna mənim qızım nə layiq? Yeganə qızımı dəliyə versəm, xalq mənə nə deyər? Bir növ burada dərdi şagirdi Əhmədlə də Şah Abbasla onu eyniləşdirmək olar yəni. Sənə yox demirəm. Tədbir gör, oğlun sağalsın, sağalandan sonra qızımı sizə verərəm. Yəni, bunu Məcnunun atası Leylinin atasına deyir. Məcnun atası bundan çox təsirlənir, geri qaydandan sonra bilmir oğlunun xəstəliyinə necə çarə eləsin. Ona məsləhət görürlər ki, ey pir deyə müraciət var Məcnun atasına, onu Kəbəyə apar deyirlər. Orada oğlun sağala bilər. Məcnunun atası onu Kəbəyə aparır. Onlar Kəbəyə, Kəcavədə gəlirlər. Kəbənin müqəddəsliyi təsvir olunur. Atası oğluna deyir ki, Allaha dua elə. O sənin üstündən bu bəlanı götürsün. Məcnunun dilindən qəzəllə dua. Ya Rəbb, bəlayı eşq ilə qıla aşina məni. Birdən bəlayı eşqdən etmə cuda məni. Yəni, əslində Məcnun eşqinin daha da artmasını Allahdan diləyirdi. Yəni, Məcnun əksinə dua edir. Allahdan dərdinin, eşqinin artmasını istəyir. Ata çox peşman olur, oğlunu götürmədən qayıdıb gəlir. Məcnun isə səhraya üz tutur. Məcnunun dağ və çeşmə ilə mühasibatı var, dağ və çeşmə. O hissə başlayır. Məcnun dağla, dənizlə rastlaşır, onlarla söhbət edir, onlardan pay umur. Məcnun dağa nəğmə oxuyur. Bu nəğməsində də eşqinin odunun daha da alovlanmasını arzulayır. Sonra Məcnunun ceyran ilə söhbəti başlayır. Belə ki, o yolda ovçu görür. Ovçu bir ceyranı tələyə salıb, ceyran zar edir. Məcnunun ona yazığı gəlir. O ovçuya yalvarıb ceyranı buraxmasını istəyir. Ovçu deyir ki, axı balalarım ac qalar, bu mənim qazancımdır. Heç nəyi olmayan Məcnun paltarını çıxarıb səyyada verir ki, ceyranı azad etsin. Azad etdiyi ceyran Məcnunun yanında qalır və ona həm dərd olur. Digər ceyranlar da ona qoşulub Məcnuna yoldaş olurlar. Sonra Məcnunun göyərçinlə rastlaşması hissəsi gəlir. Göyərçin bir ovçunun tələsinə düşüb fəryad edir. Məcnun səyyada yalvarır ki, göyərçini azad eləsin. Bu ovçu da eyni ilə digər ovçu kimi qazancının ov olduğunu söyləyir. Məcnun qolundakı saatı çıxarıb ovçuya verir. Qarşılığında göyərçini də azad edir. Beləliklə Məcnun vəhşi heyvanlarla, quşlarla dostluq etməyə başlayır. Leylinin əhvalı hissəsi gəlir. Bu hissədə Leylinin çəkdiyi əzablar verilir. Belə ki, Leyli evdə qalıb dərdini belə çəkə bilmirdi, ağlaya bilmirdi. O ağlamağa bəhanə tapmaq üçün bədəninin bir yerini yaralayır və beləcə ağlamağa başlayır. Onun üzü gülmürdü. Gecələr şamla söhbət edir. Deməli, gecə nə ilə söhbət edir? Şamla. Dərdini şama danışır. Özünü hətta şamla müqayisə də edir.
Deyir ki, şam gecələr yanırsa, Leyli həm gecə yanır, həm də gündüz. Leylinin pərvanəyə sirrini açması hissəsi gəlir. Leyli özünü pərvanəyə də bənzədir. Pərvanə şamın ətrafında fırlanıb özünü oda yaxır. O bir dəfə şama dəyməklə ölürsə, Leyli hər gün ölür. Sonra Leylinin aya müraciət hissəsi gəlir. O özünü aya da bənzədir, öz halını onunla da müqayisə edir. Leylinin səbaya müraciəti. Səba səhər yeli deməkdir. Və bildik ki, bu səhər yeli Xətainin Dəhnamə əsərində var. Zakirin Badi Sabah söylə mənim yarıma, bu da bu şeirdə də var. Leylinin səhər çağı Gülzarda seyrə çıxıb Murada yetdiyi hissəsi. Leyli bahar çağı seyrə çıxır. 4 ünsürün 4'ü də feyzə çıxmışdı, yəni Novruz vaxtı idi. Təbiətin oyandığı belə şadlıq bir vaxtda Leyli qəmə batmışdı. Anası qızının bu halını görüb onu qızlarla çəmənliyə çıxmağa, şadlanmağa göndərir. Leyli qızlarla bərabər gəzintiyə çıxır. Sonra Leylinin buludla dərdləşməsi hissəsi gəlir. Buluda deyir ki, yağışını yağdırıb suyum bitəndə gəl suyu mənim göz yaşlarımdan götür. Dəryalardan deyil. Bax, burada bir mübaliğə var. Get Məcnunun olduğu yerdə də ağla və mənim dərdimi ona çatdır. Hissənin sonunda Leylinin dilindən qəzəl verilir. Sonra Leylinin qəm küncündə ağlama hissəsi gəlir. Daha sonra Leylinin İbn Salama giriftar olduğu hissə başlayır. Leyli öz qəmini ətrafdakılardan gizlətmək üçün müxtəlif yollara əl atırdı. Onlardan biri də bu idi ki, ayağına xalxal taxmışdı, bağlamışdı. Bu xalxalın çıxardığı səs onun ağlamaq səsini ört-basdır edəcəkdi. Göz yaşını gizlətmək üçün üzünə incilər düzmüşdü. Bu zamanlarda ərəblərdə çox hörmətli bir şəxs var idi ki, bunun da adı İbn Salam idi. Bir gün o keçiddə Leyliyə rastlaşır və ona aşiq olur. Evlənmək məqsədi ilə müdrik adam tapıb ona elçi göndərir. Ata-anası Leylini İbn Salamla evlənməsini şərəf bilirlər və Leylini ona nişanlayırlar. Daha sonra Nofəllə Məcnunun görüş hissəsi başlayır. Burada Nofəlin təqdimatı verilir. O ağıllı, var dövlətli, adlı sanlı biri idi. Öz qılıncı ilə çox çətinliklərin düyününü aça bilmişdi. Zəmanəsinin məşhur adamlarından biri idi. Məclislərin birində xanəndə Məcnunun qəzəlini oxuyur. Nofəl bu qəzəlin səlisliyindən çox təsirlənir və müəllifin kimliyi ilə maraqlanır. Deyirlər ki, rüsvaylığı özünə peşə etmiş aşiqin şeiridir. O səhralara üz tutub və Nofəl dostları ilə birgə gəlib Məcnunu tapır. Onu ağlayan görür. Nofəl Məcnundan bu halda olmağının səbəbini soruşur. Ona insan olduğu üçün insanlarla həmdərd olmağı məsləhət görür, heyvanlarla deyil. Bilir ki, bu Basatın Təpəgözü öldürməsi boyunda da var. Dədə Qorqudun boyda Basata məsləhəti var ki, gəl, sən də heyvanlardan uzaqlaş, insansan, gəl insanların içinə. Məni özünə dost bil deyir. Mən sənin olaramsa, Leyli də sənin olar. Onu sənə alaram. Qızıl istəsələr qızıl verərəm. Lazım olsa qılınc gücünə alaram. Bunu Nofəl Məcnuna deyir. Məcnunun Nofələ ürəyini açması hissəsi gəlir. Məcnun deyir ki, çox adam mənə kömək etmək üçün cəhd etdi, amma olmadı. Bilirəm dediklərini edə bilərsən, amma məndə bəxt yoxdur, deyir. Məcnunun dilindən məşhur qəzəl verilir. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Bu qəzəl verilir. Nofəlin Məcnunun ümidvarlıq verməsi hissəsində Nofəl Leylinin ailəsinə məktub yazır. Məktubda yazmışdı ki, dosta niyə biganə qalırsınız? İltifat göstərib Leylini Məcnuna verir. Onlar bir-birinə çox yaraşırlar. Nə qədər istəsəniz sizə dür, qızıl verərəm. Qızılla razılaşmasanız sizə qılıncımın gücünü də göstərə bilərəm. Bu dür qızıl Nizaminin İskəndərnamə əsərində də var. Bilirsiniz ki, İskəndər gələndə bu dürdür, qızıldır, bunları qarşısına qoymuşdu Nüşabə, Bərdə hökmdarı. Məktub Leylinin ailəsinə çatır. Onlar da Nofələ cavab göndərirlər ki, bizim dəliyə verəcək qızımız yoxdur. Dürrünlə, xəzinənlə qürrələnmə, bizim öz xəzinəmiz özümüzə bəsdir. Qılıncınla da lovğalama, çünki bizim də vuran qılıncımız var. Burada
Qaraca çobanı salır qazanın evini yağmalaması boyunda Qaraca çobanın kafirə cavabı ilə də oxşarlıq ola bilər. Yəni testlərdə düşə bilər inteqrasiya kimi. Nofəlin Leylinin qəbiləsi ilə vuruşması hissəsində məktubuna cavab alan Nofəl qoşun yığıb hücuma keçir. Leylin atası da qoşun yığır və güclü döyüş başlayır. Məcnun kənarda durub davaya baxır və xəcalət çəkir. O bir ordunun içində bayraq qaldırıb o biri orduya qələbə diləyirdi. Nofəlin ordusunda haykü salsa da Leyligilin ordusunun qələbəsini istəyirdi. Nofəlin ordusundan kimisi öldürülmüş görəndə sevinir, digər tərəfdən ölən olduğunu görəndə isə ah-nalə edirdi. Nofəlin qoşunundan bir kəs ondan soruşur ki, biz sənin üçün döyüşürük, ancaq sən düşmən üçün dua edirsən, səbəbi nədir? Məcnun cavab verir ki, vuruşan yar ordusudur, dost döyüşçüləridir. Bu səbəbdən orduda söz-söhbət yaranır və Nofəlin ordusu məğlub olmaq üzrə olur. Nofəl qələbəsinin gecikməsindən narahat olur və bunun səbəbini axtarır. Bu zaman Məcnunun xəbərini Nofələ çatdırırlar. Nofəl başa düşür ki, Məcnun Allahın adamıdır və Allah onun dualarını eşidir. Düşünür ki, artıq iş tərsinə də çevrilə bilər. Nəzir edir ki, əgər qalib gəlsə, Leylinin adını çəkməyəcək, öz inadından əl çəkəcək. Döyüşün ikinci günü pəhləvanlar döyüşür, bu dəfə Nofəl qalib gəlir. O öz əhdini unutmur, uduzduğunu görən Leylinin atası Nofələ xəbər göndərir ki, Leyli artıq nişanlıdır. Nişanlı qızı başqasına ərə vermək bizim üçün ayıbdır, bizim adətə yaddır. Nofəl bunu eşidəndən sonra bir söz demir, döyüşdən əl çəkir, sadəcə Məcnuna kömək istədiyini söyləyir və xəstənin əlacsız olduğunu bildirir. Döyüşdən əl çəkir, öz ölkəsinə üst tutub gedir. Məcnun da ona tənə edir ki, niyə döyüşdən əl çəkdin? Məcnuna deyirlər ki, gəl ondan da yaxşısını sənə alaq. Lakin Məcnun buna razılaşmır. Öz paltarını cırıb, yenidən səhralara üst tutur. Məcnunun özünü zəncirə salma hissəsi gəlir. Məcnun səhər çağı vəhşilər dəstəsi ilə gəzir və iki qoca görür. Bu qocalardan biri zəncirdə idi. Məcnun zəncirdə olanın əsir olduğunu düşünür və onun günahına nə olması ilə maraqlanır. Qoca deyir ki, bu əsir deyil, mənim dostumdur. İkimizin də dərdi yoxsulluq dərdidir. Biz çörək üçün əfsunçu olmuşuq. Özümüzdən əfsanə qoşub möcüzə göstəririk. Bu gördüyün də bir oyundur. Məcnun onlara deyir ki, səhv edirsiniz. Zəncir divanələr üçündür. Gəlin məni zəncirləyin. Nə dilənsək, hamısını sizə verəcəm. İstəyim budur ki, bütün qapıları gəzək. Bəlkə öz xavərimi görəm, yəni Leylini görmək niyyətində olur, razılaşırlar. Məcnunun zəncirə öz dərdini açması hissəsi gəlir. Məcnun dərdini zəncirə danışır. Onlar gəlib Leyligilin qapısına çatırlar. Məcnun onların evinə çatanda bunu hiss edib sərxoş kimi yerə sərilir. Özündən xəbərsiz elə bir ah çəkir ki, həmin o ah Leyliyə çatır. Leyli Məcnunu bu ahdan tanıyır, o da bir ah çəkir. Leylinin dilindən qəzəl verilir. Məcnunun Leyliyə əhvalını bildirməsi hissəsi gəlir. Məcnun Leylini görüb ona müraciətlə deyir ki, ey qüdrətli uca padşahım, bildir mənə ki, mənim günahım nədir? Sonda Məcnunun dilindən qəzəl verilir. Məcnunun körlük bəhanəsi ilə sevgilisini gördüyü hissə gəlir. Məcnun özünü körluğa vuraraq dilənməyə başlayır. Qapı-qapı gəzərək Leyligilin qapısına çatır. Orada ey dost deyərək səsini ucaldır. Leyli bu səsi tanıyır. Qapıya çıxıb üzünü açır və Məcnun onu görür. İbn Salamın Leyliyə vəsilə can atması hissəsi gəlir. İbn Salam ağsaqqallar ilə zəmanəsinin tələblərinə uyğun olaraq evlənmək üçün mal göndərir. Mal ibrət idi. 1000 dənə qızıl nallı ərəb atından, 1000 nəfər Misirli, İraqlı, Hicazlı, gözəl cariyələrdən və qulamlardan, 1000 baş nabat və qəntlikli dəvələrdən, 1000 tabaq ətir, ənbər və müşkdən, 100 təzə göfər və saf qızıldan ibarət olan mal göndərir. Leylinin kəbinini İbn Salama kəsirlər. Leylin əllərinə və ayaqlarına həna çəkirlər. Toy qurulur.
Bu toy Leyli üçün sevincə yox, matəmə çevrilir. Füzuli İbn Səlama müraciətlə deyir ki, ey İbn Səlam, sən bilsəydin ki, zamanə səni nə qədər aldadıb. Leylinin dilindən qəzəl verilir və o başqa evə gəlin köçür. İbn Səlama deyir ki, məktəbə gedəndə gözümə pəri göründü. Bu pəri mənlə ülfət bağladı. O mənə deyib ki, insan övladına ərə getmə. Əgər getsən, biz zərrə ilə səni də onu da məhv edərəm. Heç kim bu dərdimə çarə tapa bilmədi. Ona görə də bu həvəsdən vazgeç. O pəri indi mənim yanımda dayanıb. Saf ürəkli İbn Səlam bu söhbətə inanır. Molla yanına gedərək dualar yazdırır ki, bəlkə Leylinin dərdinə çarə tapıla. Zeydin Məcnuna xəbər gətirdiyi hissə Zeyd Məcnunun məktəb yoldaşıdır, yəni sinif yoldaşı. Zeyd haqqında məlumat verilir. Məcnunun dostu idi, ağıllı, kamallı insan idi. O da Zeynəb adlı qıza vurulmuşdu. Lakin Məcnun kimi deyildi. O ərə getmiş, Leylinin xəbərini Məcnuna verir. Məcnunun bu xəbərdən ahı göylərə ucalır. Onun ahından bütün heyvanlar ağlayır. Məcnun Leyliyə məzəmmət dolu məktub yazır ki, düşmənimə gül, mənə isə tikan oldun. Sənin bu qədər zəif olduğunu bilmirdim. Məktubu Zeydlə Leyliyə göndərir. Məktub mürəbbi formasında olur. Zeyd İbn Səlamın sehirbazlarda çarə axtardığını eşidib onunla dostlaşır. Hiləyə əl ataraq məktubu verir və deyir ki, çarə bu kağızdadır, güya duadır. Zeydin özünü də Leylinin yanına aparırlar, məktubu Leyliyə verir. Leyli məktubdan Məcnunun qoxusunu duyur. Məktubu oxuduqdan sonra Məcnuna cavab yazır. Boynuma alıram. Günahım var. Mən gövhərəm, özgələr xiridar. Məndə deyil ixtiyarı bazar. Dövran ki məni məzadə saldı, bilməm kimdir satan, kim aldı. Mənim ixtiyarım olsaydı, səndən özgə yarım olmazdı. Bunu da Leyli Məcnuna yazır. Sonda Leylinin dilindən mürəbbə verilir. Şeir formasıdır bu da. Atasının Məcnunu səhrada tapma hissəsi gəlir. Məcnunun atası oğlunun dərdinə dözə bilmirdi. Artıq qocalmışdı. Gücü yalnız fəryad eləməyə çatırdı. Ona xəbər gətirirlər ki, Leylinin atası xeyli adam içində Məcnundan şikayətlənir. Nə qədər ki Məcnun yaşayır, o bizim adımıza ziyandır. Bu ləkəni üstümüzdən götürmək lazımdır, deyir. Məcnunu yox eləmək qərarına gəlibdir. Bunu eşidən ata səhralara üst tutub oğlunu axtarır. Od görüb ona yaxınlaşır. Gördüyü od Məcnunun ahı olur. Göylərə qalxıb işıq saçır. Qoca Məcnunun yanında oturub o atasını tanımır. Atası özünü ona tanıdır. Evə qayıtmağı təklif edir. Nofər kimi o da oğluna vəhşilərlə deyil, İnsanlarla yaşamağı məsləhət bilir. Ən azı mən öləndə mənim yanımda ol, deyir. Xəzinəm özgələrə qismət olmasın. Bu sözlər Məcnuna təsir edir, ağıllanmaq, sevdasının əsiri olmaqdan azad olmağı düşünür. Lakin eşq şəhriyarı onu qulluğuna çəkir. Məcnun deyir ki, sənin sözlərin haqlıdır, lakin bunlar mənə təsir etmədi. Yəni, unutdum bu sözləri. Mən ağla can axtarıram. Mən ağla can atıram. Lakin qarşımdakı sevda buna imkan vermir. Məni evə çağırma. Atasından üzrxahlıq edir. Bu məqamda Məcnunun bədəni titrəyir, qolundan qan axır. Atası bu hala təəccüb edir. Məcnun deyir, narahat olma, indi Leylidən qan aldılar. Həmin iynənin nişanəsidir bu, məndə göründü. Biz birik, Məcnun Leylidir, Leyli də Məcnun. Sonra gəlir atasının münaqişədən əl çəkməsi. Məcnunun atası oğlundan əlini üzüb geri qayıdır. Oğlundan xahişi bu olur ki, mən öləndə heç olmasa bir canlı ahzarla torpağıma qədəm qoy. Mənim yasımı tut. Qoy xalq deməsin ki, kimsəsizdir. Atası geri qayıdandan sonra ölür. Onun son sözü də oğlunun adı olur. Deməli, Məcnun atası da vəfat elədi. Məcnun atasının ölümündən xəbər tutması. Məcnunun atasının ölüm xəbərini bir ovçu verir. Kim verir ovçu? Onu naqiz, arsız, insafsız adlandırır oğlu. Deyir ki, o qoca sənin məhəbbətinlə can verdi, sən onu yad eləmədin. Bu sözlərdən sonra Məcnun leysan kimi yaşlar axıdır, atasının qəbrinin yerini sorub yola düşür. Məzara gəlib köksünü atasının sinə daşına vurub para-para elədi.
Deyir, 100 heyif ki sənə dost olmadım, vay ki fürsəti qaçırdım. Sən xeyir dua dedim, mən şərt öyrətdim. Peşmanlığını dilə gətirir. Deyir ki, o dünyanda məndən şikayət eləmə, atasına deyir yəni. Məcnunun halının qısaca təsviri gəlir. Bundan sonra Məcnunun qəmi daha da artır. Heyvanlar onun axıtdığı göz yaşından qidalanırdı. Onun ətrafında bir-birini yeyən heyvanlar belə dost olmuşdular. Keçi şirdən süd əmirdi. Məcnun ayrı-ayrı ulduzların adlarını çəkib onlara sözlərini deyir. Ulduzların sir anlamadığını bilib üzünü Allaha tutur, ona yalvarır. Mənim və Leylinin dərdinin dərmanı səndədir. Leylini məndə zuhur eylə, lütf eylə. Leylini məni içimə sal, iki surəti bir eylə. Allah onun duasını qəbul edir. Zeyd gəlir, onun üzündə sevinç var idi. Şadlığının səbəbi Leylini görməsi və ondan cavab məktubunu gətirməsi olur. İbn Salamın ölüm hissəsi gəlir. İbn Salamın ölümü Leylinin səsli ağlaması üçün bəhanə olur. Onun dili İbn Salam desə də qəlbi Məcnun deyirdi. Zeyd İbn Salamın ölüm xəbərini Məcnuna gətirir. Məcnun bu xəbəri sevinclə qarşılamır. Əksinə fəğan eləyir. Zeyd bundan təəccüblənir. Deyir ki, sevinməli olduğun halda niyə ağlayırsan? O sənin düşmənin idi. Məcnun deyir, o mənim düşmənim deyil, dostum idi. Leyliyə o da aşiq idi, mən də aşiq idim. O ölüb öz yolunda kamilliyə çatdı, amma mən çata bilməmişəm. Leylinin İbn Salamdan sonra macərası. Leyli ata evinə qayıdır. Artıq sanki ərinin yasını tuturmuş kimi istədiyi qədər ağlaya bilirdi. Bir gün Leyli gəzintiyə çıxmaq istəyir, düşünür ki, bəlkə Məcnuna rast gələ bilər. O dəvəyə müraciət edərək deyir ki, mən kimi yoxdur əlində ixtiyarın, özgə əlindədir maharın. Özünü dəvə ilə müqayisə edir. Bir xeyir iş gör, məni Məcnun olan yerə apar. Leyli dəvənin üstündə azır, dəvə onu Məcnunun yanına gətirir. Məcnun onu tanımamazlığa vurur. Leyli Məcnuna deyir ki, əgər Məcnunsansa Leylidən danış. Məcnun Leyliyə öz dərdindən danışır. Onlar bir-birindən xəbərdar olurlar. Məcnun artıq kamilləşmişdir. O Leylini rədd edir. Onun dediklərinə etinasız yanaşır. Deyir, Leyli artıq mənim qəlbimdədir, içimdədir. Sənin bədənində mənim gərəyim yoxdur. Leyli Məcnun bu hərəkətindən çox məmnun qalır. Deyir, mən sənin halını sınayırdım. Leyli uzaqdan çox sürətli bir dəvə gəldiyini görür. Onu axtardıqlarını bilib tez Məcnundan uzaqlaşır. Dəvəsinə minərək o adamın yanına gedir ki, gəlib Məcnunu tanımasınlar. Leylinin ömür baharını xəzanə yetməsi hissəsi gəlir. Leyli evə qayıtdıqdan sonra günü-gündən saralıb solur. Öləcəyindən xəbərdar olur. Sirrini açıb anasına deyir. Deyir ki, canımda eşq qəmindən başqa xəstəlik yoxdur. Mən bədbəxt ağlara aşiqəm. Bir ay yüzlünün vurğunuyam. Onun sevdası ilə varlığım yox oldu. Ömrüm onun həvəsi ilə bitdi. Onun divanəliyi məndən böyükdür. Qeys ikən adı Məcnun olub. Mənim mucbatımdan rüsvay olub. Ey ömrümün munisi ana, əgər yolun onun diyarına düşsə, mənim dərdimi o yaralıya yetir. De ki, mənim ruhum üçün dua etsin. Anasına tapşırır ki, mən öləndən sonra Məcnuna toxunmayın, ona hörmət edin. O da mənim kimi bir aşiqdir. Leyli ölür və burada qəzəl verilir. Sonra Məcnunun Leylinin ölümündən xəbərdar olması hissəsi gəlir. Bu xəbəri ona dostu Zeyd çatdırır. Zeyd ona deyir ki, Leyli son nəfəsdə Məcnun deyərək öldü. Məcnun bu xəbəri eşidəndən sonra qəbrin yerini öyrənib özünü ora çatdırır. O məzarı qucaqlayaraq canını elə oradaca tapşırır. Zeyd bu halı görəndə fəryad qoparır. Deməli, əsəri bütövlükdə oxuyanda orada Məcnunun Leyliyə dediyi qəbrin üstündə sözlər var. Məsələn, deyir ki, qarışqa, sən Leylinin xalını yemə, o xal ona çox yaraşırdı. Torpaq, sən Leylini sıxma, o belə bərk yerdə yatmağa öyrəşməyib. İlan, sən onun hörüklərini qarışdırma, o hörük ona çox yaraşırdı. Belə sözlər deyir, yəni.
Zeyd bu halı görəndə fəryad qoparır, onun fəryadının səsinə hamı məzarın yanına yığılır. Məcnunun cansız bədənini yuyub Leylinin məzarını açaraq eyni məzarda dəfn edirlər. Cəmaət onların məzarını ziyarətgaha çevirir. Füzuli onları şəhid kimi təqdim edir. Zeyd Leyli və Məcnunu yuxusunda görür ki, cənnətdədir, 2 ay parçası var, onlar çox şaddırlar, qəmdən uzaqdırlar, hərəsinin qulluğunda 1000 mələk xidmət göstərir. Əvvəl bilmir bunlar Leyli və Məcnundur. Ona xəbər verirlər ki, bura cənnət, onlar isə Leyli və Məcnundur. Zeyd yuxusunu xalqa danışır. Füzuli kitabın sonunda əsəri necə yazması haqqında danışır. Daha sonra əsərin təhlil hissəsinə də bir baxaq. Deməli, əsər epik, lirik növdə yazılıb, poemadır, məsnəvi şəklindədir. Əsər Rum zərifləri, yəni Anadolu türk şeir bilicilərinin xahişi ilə yazılıb. Sultan Süleyman Qanuniyə ittifaq olunub. Poema ənənəvi girişlə başlayır. Poema 3 rübai, 2 qəsidə, 24 qəzəl və 2 mürəbbə daxil edilmişdir. Bu da əsərin bədii təsir gücünü artırmışdır. Nizaminin Leyli və Məcnununa istinad edən Füzuli öz əsərini bir sıra yeniliklər etmiş, müəyyən epizodları çıxarmış və əvəzinə yeni epizodlar daxil etmişdir. Füzulinin Leyli və Məcnun poeması aşağıdakı xüsusiyyətlərinə görə Nizaminin eyni adlı poemasından fərqlənir. 1. Füzuli əsəri ana dilində, Nizami fars dilində yazılmışdır. 2. Füzulinin poemasında məhəbbət sufi irfani xarakter daşıyırdı. 3. Füzuli ən real və həyati epizodlara qeyri-adilik vermişdi. 4. Nizaminin poemasından fərqli olaraq Füzulinin Leyli və Məcnun ərəfas tərkiblərlə yüklənmiş səcli qafiyəli nəsrlə yazılmış dibaçə müqəddimə hissəsi ilə başlayır. Nizaminin poemasında lirik parçalarının istifadə olunmadığı halda Füzuli poemasında rübai, qəsidə, qəzəl, mürəbbə kimi lirik şeir janrlarından istifadə etmişdir. Nizami poemasında Zeyd, Zeynəb xətti ilə geniş şəkildə verilmişdir. Füzulidə isə bu xətt kiçildilmişdir. Və sonuncu, Nizaminin Leylisindən fərqli olaraq Füzulinin Leylisi daha cəsurdur. Məcnun surəti əsərin əsas, mərkəzi surətidir. Əsər onun doğulmasının təsviri ilə başlayıb, ölümü ilə bitir. Müəllif Məcnunun simasında şəxsiyyət azadlığı problemini ortalığa qoyur. İctimai mühitdə bir çoxlarından yüksəkdə dayanan Məcnun kütlənin boyun əydiyi qayda qanunlardan boyun qaçırdığına görə Məcnun, yəni dəli elan olunur. Yaşadığı cəmiyyətdə haqsızlıq görən Məcnun azadlığı təbiətin qoynunda tapır, dərdini dağa, ceyrana, göyərçinə danışır. Yaşadığı mühitdə Məcnunu anlayan Zeyd və Nofər kimi insanlar da vardır. Füzulinin Zeydi vəfadar adlandırdığı Zeyd obrazı oxucunu Leyli və Məcnunun saadətinə inandıran yeganə şahid kimi təqdim olunur. Çünki o əsərin sonunda bu iki aşiqi öz yuxusunda cənnətdə görür. Füzuli Məcnunun simasında onun Leylinin xəyali ilə yaşamaq istəməsi ilə aşiqin kamillik dərəcəsinə çatmasını və haqqa qovuşması ideyasını əks etdirmişdir. Bununla da sufi dünya görüşü bu əsərdə mükəmməl şəkildə təzahür etmişdir. Leyli obrazı poemanın ikinci baş qəhrəmanıdır. Məcnundan fərqli olaraq Leyli cəmiyyətdəki çürük adət ənənələrini, etirazını aşkar şəkildə ifadə edə bilmir, çünki o qadındır. O belə bir imkandan məhrumdur. Leyli öz hisslərini ifadə etmək üçün əlverişli fürsət gözləyir. Məsələn, ərə gedən qızın ağlaması cəmiyyət tərəfindən təbii qəbul edildiyi üçün Leyli bu məqamı fürsətə çevirib, İbn Salama ərə verildiyi zaman ağlayaraq əslində Məcnunun eşqindən duyduğu nalə və fəryada göz yaşı axıtmışdı. Leylinin ayla, şamla, buludla, pərvanə ilə söhbətləri, gəlin aparılarkən dəvə ilə arasında bir uyğunluq görməsi, Leylinin insan şəxsiyyətini sıxan cəmiyyətə qarşı dolayı yolla verilmiş etiraz idi. Dövrün digər qızları kimi hüquqsuz olan Leyli o qədər bədbəxtdir ki, özünü dəvə ilə yox, dəvəni özü ilə müqayisə edir. Mən kimi yox halda ixtiyarın deyir, bir özgə əlindədir dəhanın.
Əsərin canlı və həyatı səhnələrindən biri Leylin ölməzdən əvvəl anasına vəsiyyəti və anasının onun məzarı üstündə göz yaş tökməsidir. Füzuli yaratdığı Leyli surəti ilə insan arzularına zidd olan cəmiyyətdə ağıllı, nəcib insanların faciəsini göstərsə də, nə vaxtda belə insanların xoşbəxt ola biləcəyini inamını da ifadə etmişdi. Əsərdə obrazların heç biri mənfi planda verilməyib. Leylinin atası müəyyən mənfi çalarlarla seçilsə də, o zamanənin mövcud cəmiyyətin əxlaq və təfəkkür normalarını ifadə etmişdir. Bu mənada Leylinin atası heç də qızının Qeysin düşməni deyildi. O bir zəmanə adamıdır. Dövr üçün qeyri-adi qəribəliklər ucbatından mövcud zəmanədə məcnunların, ağıllı dəlilərin müalicəsinin qeyri-mümkünlüyünü qələmə alınmış poemada Füzuli baş qəhrəmanlarının faciəsində zəmanəni və cəmiyyəti günahkar görür. Bu qədər. İnanıram ki, sizin üçün faydalı oldu. Kanala abunə olmağı, şərh yazmağı unutmayın. Leyli Məcnun Azərbaycan ədəbiyyatının şah əsərlərindən biridir. Bir məhəbbət dastanıdır demək olar ki, Füzuli tərəfindən qələmə alınıb və bilirik ki, Nizami fars dilində qələm almışdı. Füzuli isə 1537-ci ildə ana dilində bu əsəri qələmə almışdır. Çox sağ olun, minnətdaram.